Nar ağacı. Necə ki gücün, birliyin və həmrəyliyin simvoludur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkəmizdə bu dəyərlərin daşıyıcısıdır. Həmkarlar İttifaqları nar dənələri kimidir. Ayrı-ayrılıqda dəyərlidir, birlikdə isə böyük qüvvəyə çevrilir. Biz narın dənələri kimi birləşdikcə daha möhkəm olur, köklərini dərinləşdirən nar ağacı kimi böyüyür, inkişaf edirik. Gücümüz də məhz birlikdən, qarşılıqlı hörmət və əməkdaşlıqdan qaynaqlanır. Məqsədimiz üzvlərimizin rifahını, əmək hüquqlarını və inkişafını təmin etməkdir. 120 il birlikdə. Salam, mən Süni İntellekdən. Adım Həmkardır. İndi sizə özümüzdən danışacaq. Tariximiz, inzibati binamız 20-ci əsrin əvvəli. ...1904-cü ilin 30 dekabrında Şərqdə ilk kollektiv müqavilə imzalanıb. Bununla da ölkəmizdə əmək hüquqlarının qorunması, layiqli iş yerlərinin yaradılmasına başlanılıb. 17 oktyabr 1905-ci ildə Konka işçiləri ilk Həmkarlar İttifaqını yaradıb. ...1993-cü ilin 5-6 fevralında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradılıb. Həmkarlar İttifaqları dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini yenidən təşkil edəcək, Azərbaycan Respublikasında demokratik, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması yolunda gələcəkdə də ön sıralarda addımlayacaqdır. Ümumilli lider Heydər Əliyev. Güclü və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafında, milli həmrəyliyin möhkəmlənməsində Həmkarlar İttifaqlarının rolu danılmazdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev. Prioritetlərimiz. Üzvlərin hüquqlarının qorunması, sosial dəstək, sağlamlıq, maarifləndirmə, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığımızın genişləndirilməsi prioritetimizdir. Üzvlərin əmək və sosial-iqtisadi hüquqlarını qoruyur və dəstək göstəririk. Yeni üzvlər cəlb edirik. Layiqli əmək şəraitinin təmin olunması prioritetlərimizdəndir. Üzvlərin sağlamlığının qorunması diqqət mərkəzindədir. Asudə vaxtın səmərəli təşkili məqsədi ilə Həmkarlar İttifaqları üzvləri üçün mədəni kütləvi tədbirlər keçiririk. Üzvlərimizin əmək, sosial-iqtisadi hüquqları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiririk. Fəaliyyətimizi rəqəmsallaşdırırıq.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi də prioritetlərimizdəndir. Üzvlərimizin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi. Mediasiya Şurası, Dövlət Turizm Agentliyi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi ilə əməkdaşlığa dair müzakirələr aparılıb. Əsas məqsədimiz üzvlərimizin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsinin təşkil edilməsidir. Hökumət və parlament nümayəndələri ilə işçilərin əmək hüquqlarının müdafiəsi, layiqli iş yerlərinin yaradılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi, müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparırıq. Baş kollektiv saziş ölkə vətəndaşlarının milli səviyyədə əmək hüquqları, sosial müdafiə, sağlamlıq, istirahət və digər sahələr də daxil olmaqla bir çox istiqamətlər üzrə təminat sistemini formalaşdıran xüsusi əhəmiyyətli sənəddir. Ölkə üzrə müxtəlif sahələrdə bağlanan kollektiv müqavilə və sazişlər işçilərin əmək, sosial-iqtisadi və digər hüquqlarının iş yerlərində tətbiqini ehtiva edən qarşılıqlı razılaşma sənədidir. Özəl sektor və vətəndaş cəmiyyətləri ilə konfederasiya arasında qarşılıqlı əməkdaşlıq üzrə görüşlər keçiririk. Hazırda ölkə üzrə 123 sahə kollektiv sazişi və 9342 kollektiv müqavilə qüvvədədir. Müqavilələrin icrasına nəzarəti gücləndirərək üzvlərimizin hüquqlarının daha effektiv qorunmasına nail oluruq. Hər bir üzvün hüququnun layiqincə qorunması bizim üçün yalnız öhdəlik deyil, həm də ədalətə əsaslanan prinsipial mövqedir. Layiqli əmək şəraiti təkcə iş yerində qaydaları qorumaq yox, həm də hər kəs üçün əlverişli və təhlükəsiz iş mühiti yaratmaqdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq hər bir üzvümüzün sosial müdafiəsi və layiqli iş şəraitinin yaradılması məqsədimizdir. Strategiyamız 2025-2027-ci illər üçün inkişaf strategiyamızı təsdiqlədik və tədbirlər planını icra edirik. Fəaliyyətimizin hüquqi tənzimlənməsi. Normativ hüquqi modernləşmənin ən mühüm mərhələlərindən biri kimi nizamnamənin yeni layihəsi hazırlanaraq qurultay nümayəndələrinin müzakirəsinə çıxarılıb. Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikası qanununa dəyişikliklərlə bağlı qanun layihəsi işlənib, hazırlanıb, geniş ekspert müzakirəsi təşkil edilib. Sənəd tezliklə aidiyyəti üzrə təqdim olunacaq. Bu təşəbbüslər Həmkarlar İttifaqları təşkilatlarının müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin daha müasir, çevik və effektiv hüquqi əsaslar üzərində qurulmasına xidmət edir. İslahatlar və innovasiyalar. İnstitusional və struktur islahatları apardıq, üzvlərimiz üçün xidmət mərkəzləri yaratdıq, xidmətlərə əlçatanlığı yüksəltdik. Vətəndaşların qəbulu daim diqqət mərkəzindədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının çağrı mərkəzinə zəng etmisiniz. İttifaq üzvlərinin müraciətlərinin cavablandırılması, hüquqi məsələlərlə bağlı yardım göstərilməsi üçün əməyin mühafizəsi və hüquqi yardım mərkəzi yaradılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi və hüquqi yardım mərkəzinə zəng etmisiniz. Buyurun. Üzvlərimizin sanator kurort xidmətlərdə əlçatanlığını artırmaq məqsədi ilə Kurort Turizm İnformasiya Mərkəzini yaratdıq. İdarəetmənin səmərəliliyinin artırılması üçün
müalicə və istirahət mərkəzləri Kurort Qapalı Səhmdar Cəmiyyətində birləşdirilib. Maliyyə vəsaitinə qənaət, kadr resurslarından istifadənin təkmilləşdirilməsi və səmərəliliyin artırılması üçün sahə həmkarlar ittifaqları könüllü əsasda birləşiblər. Azərbaycan Həmkarlar İttifaqları tarixində daha bir yenilik isə ilk Həmkarlar İttifaqı təşkilatları ilə görüşlərin keçirilməsidir. Görüşlərdə görülən işlər müzakirə olunur, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılır, rəy və təkliflər dinlənilir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının strukturu təkmilləşdirilib, idman cəmiyyətləri və klubları assosiasiyada birləşdirilib. Həmkarların sağlam gələcəyi naminə ictimai birliyi yaradılıb. Rəqəmsallaşma. İnformasiya texnologiyaları infrastrukturu yaratdıq, elektron sənəd dövriyyəsi və rezervasiya sistemləri tətbiq edirik. Göndərişlərin verilməsində şəffaflığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə elektron platforma istifadəyə verdik. E-AHİQ elektron rezervasiya platforması istifadəyə veriləndən sonra verilən göndərişlərin sayı artıb. Mərkəzləşdirilmiş elektron informasiya sistemi yaradılıb. Elektron sənəd dövriyyəsi yaradılıb və ölkənin rəqəmsal sənəd dövriyyəsinə inteqrasiya edilib. Konfederasiyanın veb saytının yeni versiyası istifadəyə verilib, vətəndaşların müraciəti, hesabatların toplanması və emalı elektronlaşdırılıb. Əmlakların elektron idarə edilməsi məqsədi ilə vahid elektron məlumat bazası yaradılıb. Sağlamlıq mərkəzlərində şəraitin yaxşılaşdırılması. Üzvlərin sağlamlığının qorunması və istirahətinin mənalı təşkili məqsədi ilə müalicə və istirahət mərkəzlərində şəraiti yaxşılaşdırılır. Sağlamlıq mərkəzləri yenidən qurulur və müasir avadanlıqlarla təchiz olunur. Abşeron Sağlamlıq Mərkəzi. Miraz İstirahət Mərkəzi. Bilgə Kardioloji Mərkəzi. Buzovna Fizioterapiya Mərkəzi. Şıx Sağlamlıq Mərkəzi. Duzdağ Müalicə Mərkəzi.
Tuzdağ Otel, Ağbulaq İstirahət Mərkəzi, Kurort Naftalan Sağlamlıq Mərkəzi, Günəşli Sağlamlıq Mərkəzi, yaradılmış əlverişli mühit, müasir tibbi avadanlıqlar sağlamlıq mərkəzlərimizə marağı artırır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası. Əmək və Sosial Münasibətlər Akademiyamız ölkəmizin əmək və sosial münasibətlər sahəsində ixtisaslaşmış yeganə təhsil müəssisəsidir. Akademiyada bakalavriat və magistratura səviyyəsində təhsil aparılır. Akademiya Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu IOSH tərəfindən akkreditasiyadan keçirilib. Akademiya BP şirkəti, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Təlim Mərkəzi, Türkiyənin Koç Universiteti və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. Akademiyada ixtisas artırma və kadrların inkişafı mərkəzi yaradılıb. Davamlı identifikatorların təminatına dəstək mərkəzi fəaliyyət göstərir. Akademiyada Özbəkistanlı və Qırğızıstanlı həmkarlarımız üçün təlimlər keçirilib. Layihələrimiz. Sosial yönümlü layihələr həyata keçiririk. Prinsipimiz heç bir üzvümüzün kənarda qalmamasıdır. AHİK Könüllüləri layihəsinə 700-ə yaxın gənc müraciət edib. Könüllülərimiz tədbirlərimizin təşkilində fəallıq göstərirlər. Onlardan sıralarımıza qoşulanlar da var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının könüllüləri Milli Məclisi ziyarət edib maraqlı təcrübə qazanıblar. Ölkəmizin nüfuzlu simalarının təmsil olunduğu layiqli əmək səfirləri layihəmiz əmək hüquqlarının qorunmasına diqqətin daha da artırılmasına xidmət edir. Hər bir inkişafın təməlində zəhmət, əzmkarlıq və məhsuldar əmək dayanır. Əməyə dəyər vermək, onu qorumaq hər birimizin borcudur. Gəlin əmək hüquqlarını qoruyaq, daha sivil və dayanıqlı cəmiyyət üçün çalışaq.
Mütəmadi olaraq layiqli əmək səfirləri ilə görüşlər təşkil edilir, onların iştirakı ilə tədbirlər keçirilir. Həmkardan həmkara qayğı ilə layihəsi çərçivəsində paytaxtda və bölgələrdə indiyədək 2250-yə yaxın vətəndaşımız ödənişsiz tibbi müayinələrdən faydalanıb. Hazırda layihənin icrası davam etdirilir. Sağlamlığa doğru qaç layihəsi Həmkarlar İttifaqı üzvlərinin asudə vaxtının səmərəli və mənalı təşkili, sağlam həyat tərzinin təşviqi məqsədi ilə həyata keçirilib. Layihədə ümumilikdə 1500-dən çox Həmkarlar İttifaqı üzvü iştirak edib. Hələ bu arasıdır. Ahik Plus gəlir. Üzvlərimizə güzəşt paketləri gəlir. Ahik Plus. Sabirə və Nəsimi Həmkarlar İttifaqının üzvləridir. Onlar gündəlik həyatda Ahik Plus endirimlərindən istifadə edirlər. Ahik Plus proqramını tərəfdaşlarımızla birgə rəqəmsal platforma vasitəsilə həyata keçirəcəyik. Həmkarlar İttifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər tətbiq ediləcək. Burada 5, burada 10, burada 15. Hər yerdə endirim olub. Deməli, bugün bir xeyli endirim qazanmışıq. Görəsən üzvlərin hamısı Ahik Plus'dan istifadə edir? İndi daha çox edəcək. Layihənin icrasına başlayırıq. Beynəlxalq əlaqələr. Beynəlxalq əlaqələrimiz genişlənir. 70-ə yaxın ölkənin həmkarlar ittifaqları ilə dostluq əlaqələrimiz var. Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyəti Bürosu ilə əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Beynəlxalq Əmək Təşkilatının baş direktoru fəaliyyətimizlə tanış olub. Beynəlxalq Həmkarlar İttifaqının baş katibi ilə konfederasiyada görüş keçirilib. Xarici ölkələrlə təcrübə mübadiləsi aparırıq. Bir sıra ölkələr Azərbaycan təcrübəsini öyrənirlər. Beynəlxalq tədbirlərdə təmsil olunuruq. COP29. COP29 çərçivəsində Həmkarlar İttifaqları üçün strateji gün mövzusunda beynəlxalq tədbir təşkil olunub.
Yaşıl iqtisadiyyata keçid yalnız ekoloji məsələ deyil, həm də sosial məsələdir. Ədalətli keçid o zaman mümkündür ki, texnoloji və ekoloji qərarların mərkəzində insan amili dayansın. Sosial tərəfdaşlığa önəm veririk. Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı arasında yeni 2025-2029-cu illər üçün layiqli əmək üzrə ölkə proqramı imzalanıb. Proqram ölkədə əmək hüquqlarının müdafiəsini, təhlükəsiz və layiqli əmək şəraitinin yaradılmasını, gender bərabərliyi və gənclərin məşğulluğunun dəstəklənməsinin gücləndirilməsini hədəfləyir. Ümumdünya Əməyin Mühafizəsi gününü və ilk kollektiv müqavilənin 120 illiyi münasibəti ilə sosial tərəfdaşlarımızla birgə rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda konfrans təşkil edilib. Əmək münasibətlərinin tənzimlənməsində ən sivil qayda sosial dialoq və qarşılıqlı razılaşmadır. Bu baxımdan sosial tərəfdaşlığın gücləndirilməsi strateji hədəflərimizdəndir. Mədəni kütləvi tədbirlərimiz. Mədəni kütləvi tədbirlər, konsertlər, idman yarışları təşkil edirik. Üzvlərimizin mənalı istirahəti də diqqətimizdədir. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar "Sən elə bir zirvəsən" tədbiri keçirilib. Həmkarlar İttifaqı üzvlərinin övladları üçün yay düşərgələri təşkil edirik. Həmkarlar İttifaqları tərəfindən yaşıllaşdırma tədbirləri keçirilir. Sosial məsuliyyət. Konfederasiyanın himayəsində olan şəhid övladlarına, eləcə də 20 yanvar şəhidlərinin ailə üzvlərinə dəstək göstərilib. Şəhid övladlarının texnologiyaya marağını artırmaq üçün Texno Qəhrəmanlar layihəsi reallaşdırılıb. Bilik günü ilə əlaqədar Balaca Həmkarlar layihəsi həyata keçirilib. Az təminatlı həmkar üzvlərin 1-ci sinifə gedən uşaqlarına məktəb ləvazimatları verilib. Balaca həmkarların asudə vaxtını səmərəli şəkildə təşkil edirik. Ramazan bayramında İttifaq üzvləri üçün iftar süfrələri keçirilib.
Qurban Bayramında az təminatlı ittifaq üzvlərinə və şəhid ailələrinə dəstək göstərilib. Zəfərimiz, qürurumuz və iftixar mənbəyimizdir. Bu böyük qələbəni bizə yaşadanların övladları unudulmur. Sosial məsuliyyətimizi unutmuruq. Qəhrəmanlarımızı unutmuruq. Onlar daim bizimlədir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası. Üzvlərimizin sağlamlığı diqqət mərkəzindədir. İdmanın inkişafına dəstək göstərir və uğurlar qazanırıq. ...120 il. Əmək hüquqlarını qorumaq üçün birlikdə.